Salam uşaqlar, deməli bugün də sürünənlər sinifini izah eləyəcəm sizə. Ümumiyyətcə, sürünənlər xronoloji cədvəl olaraq Paleozoy erasının, yəni ilk sürünənlərdən söhbət gedir. Paleozoy erasının daş kömür dövründə əmələ gəlmişdir. Və bu sürünənlərin hazırda 9400 növü məlumdur. Onların əksəriyyəti quruda yaşayan canlılardır. Çoxalmaları suda quruda yaşayanlardan fərqli olaraq su mühitindən asılı olmur. Sürünənlərin hamısı atmosfer havası ilə tənəffüs edir. Ağciyərləri yaxşı inkişaf etmişdir və ağciyərləri daha çox büküşlüdür. Yadınızda saxlayın. Ağciyərdə nə qədər çox büküş varsa, deməli onun ağciyəri o qədər çox yaxşı inkişaf eləyib. Əksəriyyətinin dəriləri quru və vəzsizdir. Üzəri buynuz mənşəli pulcuqlarla örtülür. Quruda çoxalmaları ilə əlaqədar sarılıqla zəngin və qalın qabıqla örtülmüş yumurta qoyur. Bax, burada fikir verin. Dedi ki, deməli bunların yumurtaları sarılıqla zəngindir. 11-ci sinifdə keçəcəksiniz, amma yenə də məlumat verim ki, yumurtası sarılıqla zəngin olanlarda yalnız rüşeym diski bölünür. Sürünənlər sinifinin nümayəndələrindən biri də zolaqlı kərtənkələdir ki, biz onun üzərində öyrənəcəyik. Deməli, zolaqlı kərtənkələyə şəkildən də baxırsınız ki, bədəni baş, boyun, gövdə, quyruq və ətraflardan ibarətdir. Boyun hissəsi suda quruda yaşayanlarla müqayisədə daha yaxşı inkişaf edibdir. Biz dedik ki, ilk boyun suda quruda yaşayanlarda əmələ gəlib, amma onlarda bir boyun fəqərəsi var idi. Amma sürünənlərdə isə boyun daha yaxşı inkişaf edibdir və 8 fəqərədən ibarətdir boyun hissə. Və çox hərəkətlidir. Kərtənkələnin ətrafları 5 barmaqlıdır. Fərqi yoxdur. Ön ətrafda 5 barmaqlıdır, arxa ətrafda 5 barmaqlıdır. Və bunlarda barmaqlar arasında üzmə pərdəsi yoxdur. Onların ucunda caynaqlar yerləşir. Hərəkətinə gələndə ətraflar bədənin yanlarına birləşir. Baxın, yəni bədənin altında deyil də, ayaqları bədənin altında deyil, bədənin qıraq hissələrindədir. Onu demək istəyir. Hərəkət zamanı kərtənkələnin təkcə ətrafları deyil, gövdənin qarın hissələri, quyruq hissələri də yerə toxunduğuna görə onları sürünən deyirlər. Yəni həm əl deyək də, yəni ətrafları toxunur yerə, həm quyruğu toxunur, həm bədəni toxunur. Buna görə də sürünən adı altında birləşmişlər. Dəri örtüyünə gələndə, ümumiyyətcə bunların dərisi quru və vəzsiz olduğuna görə dəri tənəffüsündən məhrumdurlar. Yəni 0%-dir. Ancaq ağciyərləri tənəffüs edir. Pulcuqlu quru dərisi bədəni artıq su buxarlandırmaqdan qoruyur. Kərtənkələ böyüdükcə köhnə dərisi vaxtaşırı dəyişir, yenisi ilə əvəz olunur. Skeletinə gələk, deməli, sürünənlər və suda quruda yaşayanların skeleti arasında oxşar cəhətlər vardır. Lakin sürünənlərdə qabırğalardan, döş sümüyündən və fəqərələrdən ibarət döş qəfəsi yaranmışdır. Yəni, suda quruda yaşayanlarda döş qəfəsi yox idi. Çünki onlarda qabırğalar yaxşı inkişaf etməmişdi. Yəni, dərsi oxuyanda çalışın ki, onu digər tiplə qarşılaşdırasınız. Yəni, məsəl üçün, sürünən keçdinizsə, onu ondan əvvəlki suda quruda yaşayan və balıqla qarşılaşdırasınız. Onurğa boyun, döş, bel, oma və quyruq şöbələrinə bölünmüşdür. Amma məsəl üçün, suda quruda yaşayanlarda yalnız gövdə və quyruq şöbələrindən ibarət idi. Bunlarda artıq 5 dənə şöbə, boyun, döş, bel, oma və quyruq şöbələrinə bölünmüşdür. Kərtənkələnin skeletinə indi fikir verin. Kəllənin skeletini görürsünüz burada. Ətrafların skeletinə görürsünüz. Ön ətraf qurşağı, arxa ətraf qurşağı, baldır sümükləri də vardır. Arxa pəncə sümüklərinə, sayt sümüklərini görürsünüz. Yəni, sümüklərin harda yerləşməsinə diqqətli olun. Yəni, bura fikir verin. Deməli, bir də burada sizə nə deyəcəkdim? Bu, ümumiyyətcə, sürünənlərdən ilanda döş sümüyü yoxdur. Yəni, bunlarda ümumiyyətcə sürünənlərdə döş sümüyü var. Amma ilanlarda döş qəfəsi yoxdur. Niyə döş qəfəsi yoxdur? Çünki döş sümüyü yoxdur. Tısbağada da döş qəfəsi yoxdur. Bəs tısbağada niyə döş qəfəsi yoxdur? Tısbağada isə qabırğa yoxdur. Təkrar edirəm bir də. İlanda döş qəfəsi yoxdur. Niyə yoxdur? Çünki döş sümüyü yoxdur. Tısbağada da döş qəfəsi yoxdur. Niyə yoxdur? Çünki qabırğası yoxdur. Diqqətli olaq burada. Əzələsinə gələndə sürünənlərdə döş qəfəsinin yaranması ilə əlaqədar qabırğa arası əzələlər inkişaf etmişdir. Həzm sistemi də elə demək olar ki, belə deyək, qurbağada olduğu kimi bir həzm sistemi vardır. Eyni ölçülü dişləri də var. Ucu haçalanmış əzələli dili olur. Tənəffüs sisteminə gəldikdə, burada dişləri olan, yəni hansında diş var, hansında diş yoxdur, diqqətli olun burada da, yəni yadınızda saxlayın. Tənəffüs sistemi də dedik ki, ağciyərlərlə tənəffüs edir, ağciyərləri büküşlüdür, yaxşı inkişaf etmişdir. Qan damar sisteminə gələndə kərtənkələnin ürəyi 3 kameralıdır. Bir mədəcik, 2 qulaqçıqdan ibarətdir. Qurbağada olduğu kimi 2 qan dövranı vardır. Böyük qan dövranı, kiçik qan dövranı. Qulaqçıqlar tam arakəsmə ilə bir-birindən ayrılsa da mədəciklərdə belə arakəsmə tam deyildir. Yəni mədəcikdə yarımçıq arakəsmə vardır, qan orada qarışır.
Böyük və kiçik qan dövranı var. İfrazat sisteminə gəldikdə, sürünənlərdə onurğanın hər iki tərəfində yerləşən bir cüt böyrək olur. Bunlarda da elə qurbağada olduğu kimi sidik axarları kloakaya açılır. Sidik hissəsində sidik axarı da mövcuddur və kloakaya açılır. Sinir sisteminə gələndə, bunlarda ön beyin və beyincik suda qurda yaşayanlara nisbətən yaxşı inkişaf etmişdir. Yəni buna görə də onların hərəkətləri daha yaxşı olur və yadınızda saxlayın. Testdə sizə soruşa bilər ki, beyində ilk dəfə olaraq beyin qabığı Rüşeym halında əmələ gələn sinif sürünənlər sinifi olmuşdur. Bunlarda beyində ilk dəfə beyin qabığı Rüşeym halında əmələ gəlmişdir. Həzm, ifrazat, cinsiyyət və tənəffüs sisteminə də burada baxırsınız orqanlara. Ağız boşluğu, deməli qida borusudur, mədədir, bağırsaqdır, mədə-altı vəzidir. Yəni orqanların harda yerləşməsinə, formasına diqqətli baxın. Hiss orqanlarına gəldikdə, görmə, eşitmə, qoxu bilmə və dad bilmə orqanlarından ibarətdir. Gözdə üst və alt göz qapaqlarından başqa üçüncü göz qapağı da vardır ki, bu da qırpma pərdəsi yaxşı inkişaf etmişdir. Yəni ümumi 3 cüt göz qapağı vardır bunlarda. Qan damar sisteminə baxanda ürəyin sol tərəfində arterial, sağ tərəfində isə venoz qan olduğunu görürük. Mədəcikdə də tam olmayan yarımçıq ara kəsməni görürsüz və burada ürəkdə daha doğrusu qan, arterial venoz qan qarışır, qarışıq qan halına keçir. Sinir sistemində mütləq və mütləq uzunsov beyin, beyincik, orta beyin, ön beyin, aralıq beynin formasını yadınızda saxlayın. Çünki bəzən olur ki, ancaq onların şəkillərini verirlər və siz o beynin hansı sinifə aid olduğunu tapmalısınız. Çoxalması və inkişafına gəldikdə ayrı cinsiyyətlidir. Bir də qan damar sistemindən sizə bunu deyim ki, biz dedik ki, sürünənlərdə 3 kameralı ürək var da, elə deyil. Amma sürünənlərdən olan timsahda isə ilk dəfə deyəndə sürünənlərdə ilk dəfə olaraq 4 kameralı ürək timsahdadır. Timsahın ürəyi 4 kameralıdır və timsahın ürəyində qan qarışmır. Yəni qarışıq qan olmur. Bədənində olur ha, müəyyən bir damarda qarışır. Yəni bədəndən çıxandan sonra qarışır, amma ürəkdə qarışmır. Və deməli, mən niyə dedim ki, ilk dəfə sürünənlərdə ilk dəfə, yəni mən ümumi də ilk dəfə deyə bilərdim. Bu niyə yanlışdır? Çünki ilk dəfə 4 kameralı ürək ilk məməlilərdə əmələ gəlibdir. Trias dövründə siz əgər ki, xronoloji cədvələ baxsaz, orada triasın sonunda timsah əmələ gəlibdir. Triasın əvvəlində isə, yəni əvvəl son hissələrinə də fikir verməlisiniz. Triasın sonunda timsah əmələ gəlib, triasın əvvəlində ilk məməlilər əmələ gəlib və məməllərdə də 4 kameralı ürək olduğuna görə ilk dəfə 4 kameralı ürək ilk məməllərdə əmələ gəlmişdir. Amma sürünənlərdən ilk dəfə 4 kameralı ürək timsahda əmələ gəlmişdir. Regenerasiyaya gələndə, deməli, çoxalması və inkişafından danışaq. Bunlar ayrı cinsiyyətlidir, mayalanması daxilidir, yumurta qoyurlar. Bunlarda yəni hamısı belə deyək də, diri bala doğan nümayəndələr də vardır sürünənlərin. Yumurta hüceyrənin mayalanması dişinin yumurta borusunda gedir. Dişinin qabıqla örtülü sarılıqla zəngin yumurtaları quruya çıxır. Rüşemin inkişafı yumurta sarısının hesabına gedir. Yumurtadan yetkin fərdə oxşar kiçik kərtənkələ çıxır. Regenerasiyaya gələndə isə bunların yəni düşmənləri çox olduğuna görə, bunlarla qidalananlar çox olduğuna görə bunlar ehtiyac duyur ki, məsələn, hər hansı bir bədən hissəsi zədələnərsə, həmin bədən hissəsini bərpa etsinlər. Məsələn, əgər onlar kərtənkələni tutarkən quyruğundan yapışsalar, bu zaman quyruğun həmin hissəsi qırılır və kərtənkələ düşməndən qaça bilir. Sonralar regenerasiya hesabına bu hissədən yeni quyruq əmələ gələ bilir. Deməli, tapşırıqlara mütləq baxarsınız. İndi müxtəlifliyinə gəldikdə, deməli, fikir verək, bunlara sürünənlərə hansı dəstələr aiddir? Pulcuqlular, tısbağalar, timsahlar və dimdikbaşlar dəstəsi aid edilir bunlara. Pulcuqların nümayəndələri kərtənkələ, ilan, buqələmun bunlar aiddir. Kərtənkəllərin bəzilərində, məsələn, koramalda ətraflar olmur. Koramal ilan deyil, koramal kərtənkələdir. Yəni, bunu ilanla qarışdırmayın. Ətraflar ilanlarda da yoxdur. Onların göz qapaqları qovuşmuş və şəffaflaşmışdır. Bax, bu hissələr testə düşür ha. Bayaq da mən bunu demişdim sizə. İlanlarda döş qəfəsi olmur. Niyə olmur? Çünki onlarda döş sümüyü yoxdur. Çənələri elastik bağlara malik olduğundan geniş açılır və ovunu bütöv uda bilir. Əsasən zəhərsiz olan ilanlar zəhəri olmadığına görə ovunu birinci boğur, sonra bütöv udur.
Zəhərli ilanlar hansıdır? Kobra, gürzə, qalxan sifətə aiddir. Zəhərli ilanlarda tüpürcək vəzləri şəklini dəyişərək zəhər vəzlərinə çevrilmişdir. Məsəl üçün, mən bilirəm ki, bəzi uşaqlar bunu elbələ oxuyacaq. Məsəl üçün, adi bir cümlə kimi oxuyacaq. Hə, zəhərli ilanlar tüpürcək vəzli şəklini dəyişərək zəhər vəzlərinə çevrilir. Mən əgər sual versəm ki, ilanlarda zəhər, belə deyək də, zəhər vəzləri nəyin şəkil dəyişməsidir? Çaşıb qalacaqsınız. Çünki oranı oxumusunuz, amma diqqət yetirməmisiniz. Zəhər vəzləri tüpürcək vəzlərinin şəkil dəyişməsindən yaranır. Zəhər vəzlərinin axarları zəhər dişlərinin içərisinə açılır. Zəhərsiz ilanlar da vardır. Bunlara yatağan, təlxə, su ilanları kələz ilanlara aiddir. Bu qələmunlar ağaclarda yaşayır və mühitdən asılı olaraq rəngini dəyişə bilir, maskalana bilirlər. Sonra tısbağalar dəstəsi. Tısbağalarda da döş qəfəsi yoxdur, çünki qabırğaları yoxdur. Bunlarda çanaq mövcuddur. Çənələrində dişlər olmur. Bunların dişləri də yoxdur. Suda və quruda yaşayan nümayəndələri vardır. Quru tısbağalarının çanaqları hündür, suda yaşayanlarda isə yassı olur və bəzi dəniz tısbağalarında ətraflar pərlərə çevrilmişdir. Timsahlara gələndə, timsahlar yırtıcıdır. Həyatlarının çox hissəsini suda keçirir. Barmaqları arasında üzmə pərdəsi olur. Üzmədə həm də quyruq iştirak edir. Digər sürünənlərdən fərqli olaraq timsahlarda ürək 4 kameralıdır. Bunun haqqında az öncə danışdıq. Ürəkdən çıxan zaman arterial qan venoz qanla qismən qarışır. Bax, ürəkdən çıxan zaman, ürəkdə demir, ürəkdə qarışmır. Sürünənlərin qədim nümayəndələrindən biri də dimdikbaşlar dəstəsinə aid olan Hatteriyadır. Görünüşcə kərtənkələyə oxşar olan bu canlı Yeni Zelandiyada rast gəlinir və Hatteriya 11-ci sinifdə keçəcəksiniz. Stabilləşdirici təbii seçimi ona təsir göstərmişdir. Yəni, indiki dövrümüzə qədər dəyişilməmişdir. Elə o şəkildə də qalmışdır. Qədim sürünənlərə gəldikdə, bunlara dinozavrlar, ixtiozavrlar, pterozavrlar və teriodontlar aiddir. Dinozavrın mənası dəhşətli kələz deməkdir. Nəhəng sürünənlər olmuşdur. Deməli, burada şəkillərini də görürsünüz. Bu heyvanlar kiçik başı vardır, kiçik başa malik olmuşdur. Uzun yoğun boyuna, iri quyruğa malik idi, yırtıcı və ot yeyən formaları mövcud idi. Sürünənlərin ixtiozavr adlanan suda yaşayan, balığa bənzər və pterozavr kimi uçan formaları vardır. Ağciyərlərlə tənəffüs etmişdilər. Diri bala doğmuşlar, yəni suda yaşasa belə bunlar ağciyərlərlə tənəffüs edirdilər, diri bala doğurlar. Deməli, sürünənlər, əgər sizə desək ki, sürünənlər ancaq yumurta qoyur, səhvdir. Sürünənlərdə diri bala doğan nümayəndələri var. Pterozavrlar, ixtiozavrlar görürsünüz burada. Uçan kələzlərin ön ətraflarının uzanmış barmaqları və bədənləri arasında dəri pərdələri olmuşdur. Qədim sürünənlərin teriodontlar adlanan qrupunda dişlər ilk dəfə kəsici, köpək və ağzı dişlərinə bölünmüş və sürünənlərdən fərqli olaraq, deməli ilk dəfə olaraq dişlərin də qruplaşması, kəsici köpək ağzı dişlərinə bölünməsi sürünənlərdən olan teriodontlarda yaranmışdır. Və sürünənlərdən fərqli olaraq ayaqları gövdənin alt tərəfində. Baxın, teriodonta baxın. Teriodontun şəklinə baxsaz, ayaqları bədənin altındadır, yəni qırağında deyil də. Amma məsəl üçün kərtənkələdə qıraq hissələrində idi. Sürünənlərin qədim nümayəndələri də hazırda məhv olmuşdur və onların məhv olduğuna görə qarışdırmayın. Məhv olan növlər qırmızı kitaba salınmır, qara kitaba salınır. Qırmızı kitaba isə məhv olma təhlükəsi altında olanlar salınır. Yəni bunu ikisini qarışdırmayın. Onların məhv olmasının əsas səbəbi kimi yeni meydana gələn quru onurğaları ilə rəqabətə davam gətirməmələri və iqlim dəyişilmələri ehtimal olunur. Bunların əhəmiyyəti və qorunmasına da gəldikdə, yırtıcı sürünənlər digər heyvanlarla qidalanır, onların sayının sürətlə artmasına imkan vermir. Kərtənkələ həşəratla, ilanlar gəmiricilərlə qidalanmaqla zərərvericilərin və xəstəliklərin qarşısını alır. İlan zəhərindən təbabətdə istifadə edilir. İnsanın fəaliyyəti nəticəsində mühit şəraitinin dəyişməsi sürünənlərə də öz təsirini göstərmişdir. Belə ki, kərtənkələlərdən qızılı mabuya, ilanlardan kiçik Asiya gürzəsi, eskulop ilanı, tısbağalardan aralıq dənizi tısbağası və sair növlərin adı Azərbaycanın qırmızı kitabına düşmüşdür. Niyə qırmızı kitabına düşmüşdür? Çünki bunlar nəsli kəsilmə təhlükəsi altındadır. Kəsilməyib, kəsilmə təhlükəsi altındadır. Deməli, belə uşaqlar, burada mütləq tapşırıqlara da baxarsınız. Gələn dərsimizdə də sizə quşlar sinifini izah eləyəcəm. Sağ olun.